Biabırçılıq, biabırçılıq, bir daha biabırçılıq. Qarabağ komandası mövsümü titulsuz başa vuracaq. Artıq Kubokun finalına da yüksələn komanda Qarabağ deyil. Çünki hakim qərarları oyunun nəticəsinə təsir elədi. Siz necə düşünürsünüz? Bugünkü qarşılaşmada hakim qərarları oyunun nəticəsinə necə təsir elədi? Fikirlərinizi şərhlər bölümündə yazın, epizodlarla bağlı bir qədər sonra danışacağıq. Amma ondan öncə sizlərə Qarabağ komandasının İtaliyadan, Almaniyadan, İsveçdən transfer etmək istədiyi 4 futbolçunun adını eksklüziv olaraq ilk sizlərə mən çatdıracağam dəyərli dostlar. Ona görə də videonun sonuna qədər izləyin. Qarabağ komandası artıq hərəkətə keçməyin vaxtıdır deyir və möhtəşəm transferləri reallaşdırmağa başlayır. Dəyərli dostlar, bu möhtəşəm transfer xəbərlərindən xəbərdar olmaq üçün sona qədər videonu izləyin. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Videonu bəyənin və bütün mövzular haqqında fikirlərinizi yazmaqda sərbəstsiniz. Mən isə məlumatları sizin nəzərinizə çatdırıram. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Dəyərli izləyicilərim, bu olduqca çətin zamanda sizin mənim yanımda olmağınızı görmək istəyirəm. Ümid edirəm ki, bizi tək qoymayacaqsınız. Çox çətin və çarəsiz bir durumdayıq. Allah rızası üçün dəstək olun. Allah hər birinizdən razı olsun. Kömək olan, olmayan, Allah heç kimə belə çətinlik yaşatmasın. Öncədən hər birinizə təşəkkür edirəm. Mən isə bu möhtəşəm transfer xəbərlərini və Kubok oyunu haqqında danışacağam. Dəyərli dostlar, bu möhtəşəm transfer xəbərlərinə keçməzdən öncə Kubok oyunu haqqında danışmaq istəyirəm dəyərli dostlar. Artıq ilk öncə onu qeyd edim ki, finalçılar bəllidir. Hansı ki, Zirə komandası iki oyunun nəticəsinə görə 2-0 hesabı ilə Toronto-vuzu məğlub edib finala yüksəlmişdi. Sabah komandası isə ümumi nəticədə 4-3 hesabı ilə Qarabağı üstələdi və növbəti mərhələyə yüksəldi. Amma dəyərli dostlar, bir məsələyə diqqət çəkmək istəyirəm. Son zamanlar hakimlərin qərarları çox müzakirə olunur, tənqid olunur və artıq Azərbaycan Premyer Liqasının Türkiyə Super Liqasına bənzədirəm. Orada da hakimlərin çox qərəzlik və qeyri-adi qərarları qarşımıza çıxırdı və sonda bilirsiniz, hakimlərlə bağlı bir əməliyyat keçirildi və nə qədər hakimlərin belə deyək, oyun alqı-satqısında iştirak etdiyi məlum oldu. Mən iddia eləmək istəmirəm ki, Azərbaycanda da bu mövcuddur, amma bugünkü qərarlar heç də ürəkasan deyildi. Çünki Simitsə bağlı verilən birinci epizoddakı, hansı ki Qarabağ komandası azlıqda qaldı, Koxas qırmızı vərəqədə cəzalandırdı. Bəlkə Premyer Liqanın ortasında keçirilən maçlarda belə bir qərar versə qınanılmazdı, amma belə vacib maçda, həlledici maçda bir komandanı azlıqda qoymaq və orada nəzərə alsaq ki, Koxaski mümkün qədər müdaxilədən qaçır, hətta toxunmur. Sadəcə gedişinə mane olduğuna görə bəli, orada deyirəm, normal oyunlarda bəlkə vermək olardı qırmızı vərəqəni, amma belə bir vacib oyunlarda nəticəyə təsir edən amilləri nəzərə almaq lazımdır. Bir qırmızı vərəqə nələrə səbəb ola bilər oyunun nəticəsində və mənim fikrimcə orada o qırmızı vərəqəni verməyə də bilərdi. Yəni bu hakimin qərarına qalan bir şeydir. Verə də bilərdi, verməyə də bilərdi. O verməyi seçdi. Hər halda böyük narazılıq yaratdı bu Qarabağ tərəfdarları arasında. Daha sonra Qarabağ komandası azlıqda olmasına baxmayaraq fürsətdən istifadə elədi, qol vurdu. Sözüm onda yox, əsas sonuncu epizodla bağlı danışıb, sonra transfer məsələləri barəsində danışmaq istəyirəm. Çünki artıq hakimlər barəsində danışmaqdan, ümumiyyətlə Azərbaycan futbolundakı çatışmamazlıqlardan danışmaqdan artıq yorulmuşam. Dəyərli dostlar, həmin epizodu gətirmək istəyirəm bir anlıq efirə baxın. Burada son dəqiqədə, son saniyələrdə Kamilla Duran cərimə meydançasını ötürmə edir və həmin zaman Simit'in sol qolu təmiz açıq idi
və topa toxunur, topun qarşısını kəsir, top istiqamətini dəyişir və meydançanı tərk edir. Burada açıq, aşkar penalti var. Ola bilsin ki, bəlkə yaxın məsafədir deyə nəzərə alırlar ki, yaxın məsafə. Amma yaxın məsafədə olsa, müdafiəçi əgər müdafiə olunursa, o zaman əllər arxada olmalıdır. Yəni və yaxud bədənə yapışıq şəkildə olmalıdır ki, top toxunmasın. Amma demək, Simicin əli təmiz açıqdır burada və o epizod mənə görə təmiz penalti. Penaltisi verilmədi Qarabağ komandasının. Yəni, deyə bilərsiniz ki, tərəfdur, dünənki verilişimizə, İstağa gün paylaşdığım verilişimizə baxsaq, mən Qarabağa, məsələn, Mateus Silvanın Zoyles Mikelsə dirsəklə vurmasını tənqid etmişdim və bunun qərəzli olduğunu düşündüyümü demişdim. Ona görə də, məsələn, izləyicilər mənə biraz tənqiddə yazmışlar. Yəni, mən təzyiq altında fikir bildirmirəm, eyni zamanda müstəqil bir kanalam və müstəqil fikirlərimi bildirirəm. Arxayın ola bilərsiniz 100%. Yəni, yeri gələndə Qarabağa tənqid edirəm, yeri gələndə Sabah. Bu oyunda Qarabağın haqqı yeyildi mənə görə. Eyni zamanda digər cütlükdən də Turan Tovuzun ilk oyunda haqqı yeyilmişdi. Bu barədə çox da artıq danışmaq istəmirəm. Yəqin ki, bir gün bu mövzulara yenə qayıdacağıq. Çünki Azərbaycan Premyer Liqasında, Azərbaycan kubokunda çox belə hadisələr baş verir. Əsas olan o idi ki, Qarabağ komandası bu mövsümü titulsuz başa vuracaq. Azərbaycan çempionatı və Azərbaycan kuboku əldən getdi. Eyni zamanda Qarabağ üçün daha bir təhlükə. Qarabağ komandası Avropa Liqasına getməyə bilər. Əgər kubokun qalibi Zirə komandası olarsa, Qarabağ o zaman Konferans Liqasına gedəcək. Əgər kubokun qalibi Sabah olsa, o zaman Qarabağ Azərbaycan Premyer Liqasında mütləq ikinci yer tutmalıdır ki, Avropa Liqasına getsin. Amma onu da sizin nəzərinizə çatdırım ki, Turan Tovuzla Qarabağın arasında cəmi bir xal var. Düzdür, Qarabağın ehtiyatda bir oyunu var, amma heç kim garanti verə bilməz ki, Qarabağ komandası mütləq ikinci yer tutacaq. Ona görə də Qarabağ komandasının Avropa Liqasına getməsi belə sual altına düşür. Son turlarda nələr baş verəcək görəcəyik. Bu barədə artıq siz öz fikirlərinizi yazın. Mən bu qədər danışdım, məncə kifayət edər. Bugünkü oyunun hakim idarəçiliyini necə dəyərləndirirsiniz? Epizodlarla bağlı da fikirlərinizi mütləq yazın. Həm penalti ilə bağlı, həm qırmızı vərəqə ilə bağlı və digər epizodlarla bağlı fikirlərinizi yazın mütləq dəyərli dostlar. Mən isə vaxt itirmədən ayrılıq və transfer xəbərlərinə keçid alın və qeyd edim ki, Qarabağ komandası möhtəşəm transferlərlə reallaşdıracaq və bugünkü oyunun nəticəsi də artıq Qarabağ komandasının Qurban Qurbanovun radikal addımlar atmağa məcbur edəcək. Və artıq siyahıdan bir neçə futbolçuları sizlərə əvvəlki verilişlərdə təqdim etmişəm. Bugün yeni adlar sizlərə təqdim edəcəm və bu adlardan ikisi bizə çox tanış adlardır və İkisi İtaliyanın mötəbər klubları Milan və Juventus komandasının üzvləridir, dostlar. Gəlin bir məlumatlara keçək. İlk öncə onun sizin nəzərinizə çatdırım ki, Qarabağ komandası Azərbaycan kubokun əldən verdi, eyni zamanda Azərbaycan çempionatını əldən verdi. Bəlkə də Elvin Cəfərquliyev əvəzedici heyətə göndərilməsə, bəlkə də Qarabağ komandası qalib gələ bilərdi. Çünki komandanın əsas üzvlərindən biridir. Amma Qurban Qurbanov bütün bu qarşılaşdığı çətin oyunlara baxmayaraq Elvin Cəfərquliyevi cəzalandırdı və göstərdi ki, hətta çempionluqdan və kuboku qazanmaqdan da öncə komandadakı nizam-intizam daha vacibdir. Bəli, bir dəfə nizam-intizam pozuldusa, onu yığıb-yığışdırmaq olmaz. Qurban Qurbanov onu göstərdi və Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərdi. Aldığımız məlumata görə Elvin Cəfərquliyevlə yollar ayrılacaq. Amma təbii ki, bu barədə mətbuatda yazmışlar, biz də dəqiqləşdirmə apardıq. Qarabağ komandasından belə bir açıqlama verildi ki bizə. Elvin Cəfərquliyev Qarabağın futbolçusudur və yaya qədər, yayda onun barəsində qərar veriləcək. Yəni, bu o deməkdir ki, Elvin yaya qədər əvəzedici heyətdə olacaq. Və yayda Elvin ayrılıb-ayrılmayacağı ilə bağlı məsələyə gəldikdə isə Elvinin bir sıra müştəriləri var. Onlardan biri də Neftçi komandasıdır ki, qeyd olunur ki, Elvin Cəfərquliyevin Neftçiyə keçmə ehtimalı çox yüksəkdir. Bəlkə sizlərə təəccüblü gələ bilər, amma bu realdır, dəyərli dostlar. Eyni zamanda başqa klublar da var mövzuda, amma Elvin Cəfərquliyevin Neftçiyə keçmə ehtimalı yüksəkdir. Məncə Qurban Qurbanov bunu bağışlamayacaq. Sizcə onu bağışlamaq olarmı? Və dəyərli dostlar, qeyd edim ki, Abbas Hüseynovun da əslində Qarabağ komandanın ayrılacağı ilə bağlı xəbərlər yazmışdı. Hətta yadınıza gəlirsə, mən təəccüblənmişdim ki, niyə belə bir
xəbər yayılır. Çünki Musa Qurbanovun, yəni Qurban Qurbanovun qardaşının qızının yoldaşlığı yeznəsidir və ona görə komandadan belə hara yola salınacaq, o da maraqlı idi. Amma görünür ki, əvəzedici heyətlər göndərilirsə, komandadan da göndərilə bilər. Bu məsələni sual olaraq saxlayırıq, davamı növbəti verilişlərdə gələcək. Və keçirik digər məsələyə. Aleksey Kaşuk, Qarabağ komandası Aleksey Kaşuka da getməsi üçün yaşıl işıq yandırıb. Ona da tapşırılıb ki, özünə klub tap, müştəri gətir, yəni təzminat ödəsin Qarabağ komandasına. Yaxşı təzminat qarşılığında Aleksey Kaşuku buraxacaq Qarabağ komandası və aldığımız məlumata görə Sabah komandası Aleksey Kaşuku öz sıralarına qatmaq istəyir. Qeyd edim ki, Aleksey Kaşuk 2 il Sabah komandasına icarə əsasında çıxış edib, hansı ki, həmin zaman Ukraynanın Şaxtyor komandasına məxsus futbolçu idi və möhtəşəm çıxış etmişdi. Həmin mövsümlərin birində də deməli Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı futbolçu seçilmişdi. Hətta Qurban Qurbanov da Aleksey Kaşuka səs vermişdi həmin vaxtı. Sabahda çıxış etdiyi dövrdə. İndi isə Aleksey Kaşukun oyunu onu qane etmir və Qurban Qurbanov ona yaxşı yol deyir. Dəyərli dostlar, və Qarabağ komandası Sami Emamini artıq yola saldı. Bir dəfələrlə bu barədə məlumat vermişik. Sadəcə onu qeyd edim ki, əvəzedici heyətə göndərilmişdi. Əvəzedici heyətdə də hakimlə mübahisəyə görə deyəsən qırmızı vərəqə aldı. Ümumiyyətlə, belə deyək də, nizam-intizamı pozmağa çalışan futbolçu olduğu üçün Qarabağ komandası artıq onu əvəzedici heyətdə də saxlamaq istəmədi və yola saldı Xorvatiyaya, dəyərli dostlar. Və onu da sizin nəzərinizə çatdırım ki, Qarabağ komandasının artıq transferini demək olar ki, rəsmiləşdirdiyi bir futbolçu var. Bu Jalim Muaddibdir. İlkin müqavilə bağlanılıb və iyun ayının 1-dən sonra Qarabağın sıralarına qoşulacağı gözlənilir Jalim Muaddibin. Bu barədə əvvəlki verilişlərdə danışmışıq. Bu dəfə danışmaq istəmirəm. İnşallah gələndə bir də sizə xəbər verərik bu barədə. Və məsələ gələk bu əsas dediyim bugünkü ekskluziv xəbərlərə. Amma ondan öncə bugün qırmızı vərəqə alıb Qarabağı azlıqda qoyan Kohalskinin gedişatı ilə bağlılar. Kohalski gedəcək. Qarabağda artıq kuboku da qazana bilmədilər, titul qazana bilmədi və Çempionlar Liqasına gedə bilmirlər. Avropa Liqasına getməsi sual altındadır. Ona görə də o da özünə yaxşı belə deyək, Çempionlar Liqasına çıxış edə bilən və daimi start heyətdə olan komanda axtarışında aldığımız məlumata görə Lex komandasına keçməyə çox yaxındır və Qarabağ komandası onun əvəz edicisini axtarırdı, tapdı. Harada tapdı, dəyərli dostlar? Deməli, İtaliyada Juventus komandasında, dəyərli dostlar, bəli, Giovanni Daffara 21 yaşlı qapıcı, 1 metr 94 santimetr boyu olan bu cavan futbolcu hal-hazırda İtaliya millisinə də dəvət alır. Onun sizin nəzərinizə çatdırım ki, dəyərli dostlar, bu futbolçu Juventus futbol məktəbinin yetirməsində 17 yaşlardan ibarət, 19 yaşlardan ibarət Juventus komandasında çıxış edib. Həmçinin qeyd edim ki, daha sonra Juventus B komandasında çıxış edib və Avellino komandasına icarəyə verilib. Yayda müqaviləsi başa çatır, icarə müqaviləsi. Sonra qayıdacaq yenə Juventusa və daha sonra Qarabağın düşərgəsinə qoşulacağı gözlənilir. Qeyd edim ki, Qarabağ komandası ilk öncə bu futbolçunu icarəyə götürmək və sonradan transfer hüquqlarına yiyələnmək istəyir. 2028-ci ilin yayına qədər Juventusla deməli müqaviləsi var. Qarabağ komandası bir illik icarəyə götürüb, daha sonra transferini reallaşdırmaq niyyətindədir. Görək bu maraqlı transfer olacaq. Məncə Qarabağa çox fayda verə biləcək futbolçudur və gələcəyi hesablanmış bir uzun müddətli müqavilə imzalamaq olar bu qapıçı ilə. Və müdafiə xəttimizdə çox ciddi problemlər var. Bilirsiniz, Sami Emami onsuz da icarə müqaviləsi başa çatırdı. Onsuz da komandaya fayda verən futbolçu deyildi, yola salındı. Bəhlul Mustafazadə zədəlidir. Zədədən qayıdandan sonra bir müddət toparlanması lazım olacaq və Kevin Medina da yol üstədir. Onun da Amerikadan cəlb edici təklifləri var, getmək istəyir. Bəs müdafiə mərkəzində kim oynayacaq? Qarabağ komandası çox sayılı stoperlərlə danışıqlar aparır və onlardan ən birincisi və məncə ən vacibi məhz Milan komandasının yetirməsi olan Andrei Kobiçdir, dəyərli dostlar. Bu futbolçunu hazırda ekranda görürsünüz. Milan komandasının yetirməsidir, dəyərli dostlar, və hal-hazırda həm İtaliya, həm Rumıniya vətəndaşıdır. 1 metr 89 santimetr boyu olan deməli futbolçudur, amma
Onu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu mərkəz müdafiəçisidir, həm də sağ cinahda oynaya bilir. Və onu qeyd etmək istəyirəm ki, Milan futbol məktəbinin yetirməsi olsa da hal-hazırda deməli 2026-cı ilin yanvar ayına 8-dən bu tərəfə Sampdoria komandasına məxsusdur və icarəyə verilib Universitet Cluj komandasına, bəli, Cluj komandasına icarəyə verilib Rumuniyaya və Rumuniya vətəndaşlığı verilib bu futbolçuya. Bu isə o deməkdir ki, Rumuniya millisinə də dəvət olunur, dəyərli dostlar. Bəli, hal-hazırda 500 min avro qiymətində dəyərləndirilir. Rumuniya millisinin üzvüdür. Baxmayaraq ki, yəni İtalyandır, İtaliyada doğulub, böyüyüb, amma Rumuniya vətəndaşlığı verilib və Rumuniya millisinə də dəvət olunub, dəyərli dostlar. Belə, hündür boylu mərkəz müdafiəçisidir. Məncə Qarabağa çox fayda verə biləcək futbolçudur. Hətta mən deyərdim ki, digər futbolçu Giovanni'dən belə transferi vacib futbolçulardan biridir. Bu arada Giovanni Dafara'nın transfer dəyəri 1,5 milyon avro. Yəni kifayət qədər, yaşı az olmasına baxmayaraq artıq kifayət qədər dəyəri var və Qarabağda özünü artırıb tezliklə 15 milyon dəyər ala bilər bu qapıcı. Kubişin deməli transfer dəyəri isə 500 min avroya bərabərdir. Keçək 3-cü danışıqlara. Dəyərli dostlar, elə bir ad çəkəcəm ki, bəlkə də çoxunuza inandırıcı gəlməyəcək, amma Mahir Əmrəli, bəli, Qarabağa qayıdır. Belə bir xəbər var. Bunu mən demirəm, bunu Almaniyanın Bild nəşri yazır. Onlar bildirir ki, Kaiserslautern komandasının əsas hücumçusu Mahir Əmrəli olsa da, baş məşqçi ilə anlaşılmamazlıq səbəbindən Mahir Əmrəli əsas heyətdə meydana buraxılmır. Son oyunda 3-0 hesabı ilə komanda məğlub durumda olsa da, əsas hücumçusu Mahir Əmrəliyə son 7 dəqiqədə şans verildi. Bu isə hücumçunu razı salmır. Həmçinin məqalənin qısa xülasəsini deyim ki, orada bildirilir ki, Mahir Əmrəlinin milli komandaya dəvət alması, burada çıxış etməsi və milli komanda zədələnməsi sonra baş məşqçi ilə Mahir Əmrəli arasında insidentin yaşanmasına səbəb olub və həmin vaxtdan bu tərəfə onların ulduzu barışmır. Ona görə də Mahir Əmrəli meydana çıxmaq şansı almır. Mahir Əmrəli isə hal-hazırda artıq sağalıb və optimal vəziyyətdədir və oynamaq istəyir. Ona görə də Qarabağ komandasının hal-hazırki durumunda Qarabağın yanında olmaq istəyir deyilir və eyni zamanda bildirilir ki, Qarabağ komandası da hücum xəttini gücləndirməyə çalışır. Mahir Əmrəli bu dəqiqə Qarabağ komandası üçün xüsusi bir transfer kimi reallaşa bilər, deyir Bild nəşri və siz nə düşünürsünüz? Mahir Əmrəli Qarabağa gəlsə fayda verə bilərmi? Vaxtı ikən Qarabağda çox yaxşı əslində göstəriciləri olub, düzdür, çox da tənqid olunan futbolçuydu, amma göstəriciləri çox yüksəkdir. Siz nə düşünürsünüz? Qarabağa gəlsinmi, gəlməsinmi Mahir Əmrəli? Və bir də yenə sizə tanış bir sima var. Qarabağ komandası bu futbolçu ilə danışıqlar aparır. Vaxtı ikən zirədə çıxış edildi, möhtəşəm çıxışı ilə yadda qaldı doğrudan da Azərbaycan Premyer Liqasından. Sonra Malmö komandası 1,3 milyon təzminat ödəyərək Salih Sumanı zirədən aldı. Yadınıza gəlirsə, Salih Suma Azərbaycan Premyer Liqasından möhtəşəm çıxış edildi və 1,3 milyon təzminatı ödədi, aldı bu komanda, Malmö komandası. 2029-cu ilin yayına qədər Salih Suma ilə müqaviləsi var. Amma Qarabağ komandası bu futbolçu ilə maraqlanıb və Malmö komandası Salih Suma üçün Qarabağdan 1,3 milyon, yəni zirəyə ödədiyi təzminatı tələb edir. Qarabağ komandası isə həmin təzminatı ödəmək niyyətində deyil. Hələ ki danışıqlar davam edir. İsveç mətbuatı qeyd edir ki, danışıqlar müsbət yöndə davam edir və ortaq məxrəcə gələcəkləri gözlənilir. Siz nə düşünürsünüz? Salih Suma Qarabağa gəlsinmi? Mahir Əmrəli Qarabağa gəlsinmi? Andrey Kloviş Qarabağa gəlsinmi? Gəlsən hansı kimi faydaları ola bilər və Giovanni Dafara sizcə Qarabağın qapıcı Kohalskini əvəz edə bilərmi? Fikirlərinizi yazın gəlsin. Məncə Kohalski Qarabağa gələndə əslində o qədər də perspektivli, bəlkə də sayılmırdı. Fantastik bir perspektiv göstərdi əslində, oyun göstərdi. Ümid edirəm ki, bu futbolçular da uğur gətirir. Və Qarabağ komandası, dəyərli dostlar, bu nəticələrdən sonra artıq mövsümü titulsuz başa vurandan sonra çox ciddi,
çox ciddi islahatlar aparacaq. Ona görə də kanala abunə olun, bildirişi açıq ki, bütün bunlardan vaxtında xəbərdar ola biləsiniz. Mən isə indi sizlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.